Salam, hər vaxtınız xeyir olsun, dəyərli birinci siniflərimiz. Xoş gördük sizləri. Mən Gülşən Həşimova. Bugün sizlərə birinci sinif üzrə qaldığımız yerdən tapşırıq və çalışmaların izahını verəcəm. Əgər bu izahların ardının gəlməyini istəyirsinizsə, digər sinif şagirdləri kimi izahı bəyənməyi unutmayın. Beləcə sizlərin bəyənməsi sayəsində bu izahlar ardıcıl şəkildə yerləşdirilir. Beləcə siz də ev tapşırıqlarını, istərsə də sinif işlərini rahat şəkildə həll edə bilirsiniz. Gəlin başlayaq. 3-cü fəslimiz sağlam həyat. Şəkillərə baxın, suallara cavab verin. Aha, mən şəkillərə baxıram. Görürəm bu şəkillərdə bir növ təmizliklə bağlı məsələ var, sağlamlıqla bağlı məsələ var. Bundan başqa görürük ki, burada qız dişini fırçalayır, burada meyvəni yuyur, burada yatır, dincəlir, əllərini yuyur, özü yuyunur, həkimə gedir, futbol oynayır. Yəni müxtəlif şəkillər görürəm, amma gəlin sualları oxuyaraq da şəkillərə düzgün cavab verək. Başladıq birinci sualdan. Sağlamlığı necə qorumaq olar? Sağlam qalmaq üçün düzgün qidalanmalı, idman etməli, təmizliyə riayət eləməli və vaxtında yatıb durmalıyıq. Buna yazırıq ki, mənim dediklərimi bir daha təkrar edirəm. Sağlam qalmaq üçün düzgün qidalanmalı, idman etməli, təmizliyə riayət etməli və vaxtında yatıb durmalıyıq. Keçək 2-yə. Gün rejimi nə üçün lazımdır? Gün rejimi bədənin istirahətini və gücünü bərpa etməyə kömək edir, bizi enerjili və gümrah saxlayır. Həmçinin işimizin planlanmasında da gün rejimi çox önəmlidir. Gün rejimimiz olarsa işimizi düzgün planlayarıq. 3-ə baxaq. İdman sağlamlığımıza necə təsir göstərir? İdman bədənimizi möhkəmləndirir, əhvalımızı yaxşılaşdırır və bizi xəstəliklərdən qoruyur. 4-cüyə baxaq. Düzgün qidalanma nəyə görə vacibdir? Düzgün qidalanma bədənə lazım olan vitamin və gücü verir. Bizi sağlam və fəal saxlayır. Sonra sonuncuya baxaq. Niyə təmizliyə riayət etməliyik? Çünki təmizlik bizi mikroblardan qoruyur, xəstəliklərin qarşısını alır və ətrafı səliqəli saxlayır. Yəni çox önəmli məsələlərdir. Bu yan hissədə də mən cavablarını qeyd etmişəm. Keçək indi növbəti tapşırığımıza. Aha, gün rejimi, maraqlı şəkillərimiz var. Ayağının gün rejimini öz gün rejiminizlə müqayisə edin. Baxın, gəlin görə ayağın bir gün ərzində nə edir? Baxıram ki, ayağın səhər saat 7-də yuxudan oyanır. Səhər idmanı edir, yuyunur, dişlərini fırçalayır, səhər yeməyini yeyir, ayağının dərsləri saat 8-də başlayır, ayağın məktəbdən qayıdır, əllərini yuyur, nahar edir, asudə vaxtını ailə üzvləri ilə keçirdir, axşam saat 9-da isə yatır. Görürsünüz, ayağın sağlam qidalanır və hər şeyə düzgün əməl edir. İndi siz də, mən indi sizin hamınızın asudə vaxtını və yaxud nə bilim, gün ərzində nə etdiyini bilə bilmərəm axı. Məhz bu səbəbdən özünüz buna əsasən səhər yuxudan durub nə edirsiniz, ümumiyyətlə səhər yuxudan durdunuz, saat neçədə durursunuz, məktəbə nə vaxt gedirsiniz, məktəbdən gələndən sonra nə edirsiniz, bunları yazın. Ayağının nümunəsinə baxaraq da. Aha, burada söz boğçamız var. Söz boğçamızda da sözlər var. Gəlin bunları izah edim. Gün rejimi nədir? Gün rejimi deyəndə gün ərzində görüləcək işlərin, istər istirahətin, istər yeməklərin müəyyən qayda ilə ardıcıllığıdır. Yəni gün rejimimizdə biz yeməyə nə vaxt yeyirik, istirahəti nə vaxt edirik, hamısını qeyd edirik. Gün rejimi budur. Sonra gəlir nahar. Nahar günorta vaxtı yeyilən yeməkdir. Bunu sadə dildə desək günorta yeməyi. Sonra gimnastika gəlir. Daha doğrusu asudə vaxt gəlir, üzr istəyirəm, gimnastika burada deyil, növbəti söz boğçamızda görəcəyik. Asudə vaxt isə istirahət və əyləncə üçün ayrılan boş vaxtdır ki, biz bunu istirahətimiz üçün, dərsdən kənar fəaliyyətimiz üçün ayırdığımız vaxtdır. Aha, burada hüsn xətti H hərfi ilə bağlı məsələlərdir. H hərfi sözün ortasında, H hərfi sözün əvvəlində, H hərfi sözün sonunda. Bunu da hüsn xətt dəftərinizə səliqəli formada köçürəcəksiniz. Keçək cütlərdə işə. Deyir, yoldaşınızın gün rejimi haqqında məlumat toplayın. Bu da yenə sizin öz işinizə qalan bir məsələdir. Öz yoldaşınızla bunu danışıb, məsləhətləşib, onun gün rejimi haqqında məlumat əldə edəcəksiniz. Sonra aşağıdakı suallardan da istifadə eləməyə bilərsiniz. Aha, məsələn, yoldaşınıza deyirsiniz ki, sən saat neçədə yuxudan oyanırsan? Beləcə o deyir, məsələn, saat 8-də. Deyir, səhər idman edirsənmi? Edirsə deyəcək, bəli. Məktəbdən sonra vaxtını necə keçirirsən? Məsələn, deyir, ailəmlə keçirdirəm və yaxud nə bilim, futbol oynayıram və yaxud başqa bir hobbim var.
Saat neçədə yatırsan? Saat məsələn axşam neçədə yatır? 10-danmı, 9-danmı, 11-dənmi? Bir də bu qeyd olunur. Siz də bu məlumatlardan istifadə edərəkdən yoldaşınızın artıq gün rejimi haqqında məlumatlı olursunuz ki, o asudə vaxtında neynir, naharı nə zaman eləyir, idmanı edirmi, neçədə yatır, neçədə durur, yəni hamısı haqqında məlumatlı olursunuz. Gedək bura. Aha, deyir şəklə baxan suallara cavab verin. Şəkildə deməli 4 dənə sualdır. Baxırıq şəkilə. Deyir şəkildə hara təsvir olunub? Sinif otağı. Buna yazırıq ki, sinif otağı. Üzrlü sayın, mənim qələmim yaxşı yazmır, ona görə yazmayacağam. Mən səsləndirirəm, siz yazın. Sinif otağı. Nə üçün Ayan Əliyə təəccüblə baxar? Çünki Ayan görür ki, Əli yuxuluyur. Buna görə. Sizcə Əli gün rejiminin hansı qaydasına əməl etmir? Təbii ki, yuxuya, düzgün yatmır, gec yatır, ona görə dərs vaxtı yuxuluyur. Siz Əliyə hansı məsləhətləri verərdiniz? Biz Əliyə bu məsləhəti verərdik ki, Əli gün rejimi qur özünə və gün rejiminə uyğun düzgün şəkildə oyan, düzgün şəkildə yat ki, dərs müddətində yuxulamayasan. Bunu demək olar. Keçək B tapşırığına. Mətni oxuyun, şəkillərin köməyi ilə nəql edin. Aha, gəlin oxuyaq. Əlinin səhvi mətni. Başladıq. Deməli, Əli birinci şəkildə görürsüz, Əli nə edir? Vay, artıq gecdir. Gəl yat. Çox maraqlıdır. Biraz da oynayıram. Bax, çalar saat. Görürsüz, Əliyə deyir ki, gecdir də yat. Əli də deyir, yox, çox maraqlıdır. Biraz da oynayım. Əli gec yatmısan, eləmi? Bəli. Əli də müəllimi bax artıq məktəbə gedib Əlidən soruşur. Əli gec yatmısan? Əli də deyir, bəli. Deyir, vaxtında yatsaydın, müəllim ona deyir ki, vaxtında yatsaydın, gümrah olardın. Yəni, vaxtında yatanlar gümrah olurlar. Sonra Əli isə gəlir evdə, mən artıq vaxtında yatıram deyir və müəlliminin məsləhətinə qulaq asır. Bu da belə. Aha, indi deyir ki, bizə hadisələrin ardıcıllığını müəyyənləşdirin. Deməli, deyir, Əli sinifdə yuxuladı. Əli artıq vaxtında yatır. Əli gec yatdı, çünki oyundan ayrıla bilmirdi. Birinci olacaq bu. Birinci C gələcək. Yazırıq bura C. Çünki həqiqətən Əli oyundan ayrıla bilmirdi. Sonra Əli sinifdə yuxuladı. Bu olacaq A gələcək. Sonra müəllim izah etdi ki, yuxu rejimi vacibdir. D gələcək. Ən sonunda da B. Əli artıq vaxtında yatır. Bu oldu ardıcıllığımız. C, A, D, B. Aha. Bu da hüsnü xəttdir. Burada X hərfi sözün əvvəlində, X hərfi sözün ortasında, X hərfi sözün sonunda. Xəbər, vaxt, ox, xəyalə. Bunları da hüsnü xəttə səliqəli şəkildə yazırıq. Bir də dəyərli birinci siniflərimiz, sizlər üçün ödənişsiz kitabçamız var. Bu kitabçada Azərbaycan dilindən qaydalar, həmçinin riyaziyyatdan, bundan başqa ingilis dilindən bir il müddətində sizə lazım olacaq əsas məqamlar var. Təbii ki, ödənişsizdir. Əgər bunu əldə eləmək istəyirsinizsə, mən burada bir dənə əlaqə nömrəmizi yazım. Qoy bütün hamı bizim ödənişsiz kitabçamızdan əldə eləsin. 055 280 59 24. Bu nömrəyə yazın, ödənişsiz kitabçanı sizlər üçün təqdim edək. Əlaqə nömrəmiz ekrandadır. Aha, keçək indi növbəti tapşırığa. Deyir şəkillərə baxın, suallara cavab verin. İdman zalında, rəsm dərnəyində. Mən görürəm ki, bu şəkildə deməli, burada fikir verirsinizsə lentdir. Burada isə qızın əlində xalqadır. İndi gəlin sualları oxuyaq, baxaq. Deyir şəkillərdə kimləri görürsünüz? Şəkillərdə biz müəllim görürük, qız görürük, oğlan görürük. Bunları görürük. Deyir Ayanın əlində nə var? Deməli şəkildəki qız Ayan imiş və o harada məşq edir? Ayan deməli əlindəki olan bayaq dedim halqadır. Halqa və lent. Lent də var, halqa da. Yazırsınız ki, əlində halqa və lent var. Sonra deyir o harda məşq edir? O deməli harda məşq edir? Məşq elədiyi yer idman zalıdır deyə yazılıb bura. İdman zalında. Sonra Əliyə şəkil çəkmək kim öyrədir? Müəllim öyrədir, yəni rəssam deyək. Rəssam öyrədir. O nə şəkli çəkir? Baxırıq ki, deməli onun çəkdiyi şəkil dolçadır. Bir də almadır. Bax bunun adı dolçadır. Dolça bir də alma şəkli çəkir. Yəni o qabın adı dolça gedir. Aha, indi gəlin biz söz boğçamıza baxaq. Bu suallarımıza cavab verdiksə. Söz boğçamızda nə var?
Dərnək söz. Dərnək nə deməkdir? Eyni maraqları olan uşaqların toplandığı qrup. Bu dərnək adlanır. Məşqçi kimdir? Dimən və ya dərnəkdə uşaqlara məşq etdirən şəxs. Halqa nədir? Dairə şəklində olan əşya. Lent nədir? Uzun, nazik parça zolağı. Molbert nədir? Rəssamın rəsmini yerləşdirdiyi dayaqlıq deyək də. Bu molbert adlanır. Bu görürsüz bu. Sonra dolça isə bayaq dedim, bu qabdır. Su və ya süd saxlamaq üçün gil qabdır. Onun materialı girdən olur. Yadınızda saxlayın. Dolçanın materialı girdən olur. Aha, indi gəlin keçək söz boğçamızı izah elədik. Burada sözlərin yazılışı var. Doğru, yanlış. Yəni deyir ki, bizə rəsm yox, daha doğrusu rəsm iysiz olacaq. Məşq yox, məşq. Yəni düzgün versiyalar buradadır. Aha, burada indi C hərfidir. C hərfini üstünə xəttə yazacaqsınız. Hansı versiyalarda verilibsə, baxın hamısı səliqəli şəkildə və sözün ortasında, sonunda, əvvəlində, yəni səliqəli formada verilib. Bunu da dəftərinizə yazacaqsınız. İndi keçirik bura. Deyir, bunları bilməliyik. Ad bildirən sözlər. Kim, nə, hara sualına cavab verir? Kim, nə, hara. Kim? İnsan olanda kim olur da? Məşqçi kim? Məşqçi. Ayan kim? Ayan. Yəni insanlar kim sualına cavab verir? Bunu yadınızda saxlayın. Cansızlar nə sualına cavab verir? Yəni insan deyəndə canlı da aiddir bura. Yəni canlılar kim sualına cavab verir? Cansızlar nə? Yer, ərazi bildirənlər isə hara. Bu da belə. İndi keçək deməli B tapşırığına. Göy rəngli sözləri uyğun olaraq əvəz eləyin. Baxaq. Ayanın əlində lent var. Ayanın əlində nə var? Bax, nə olacaq və sonda da sual işarəsi qoyacağıq. Ayana məşqçi kömək edir. Ayana kim kömək edir? Sual qoyacağıq. Küçə genişdir. Hara genişdir? Yenə də sual. Belə olacaq. Sözləri köçürün. Qarşısında sualları yazın. Yəni bizdə bu sözləri köçürmək istəyir. Bu da nədir ki, rahat özü nümunə verib. Kitab nə? Biz də yazacağıq oğlan. Bax, mən bir dənə nümunə kimi yazdım. Mənim qələmim biraz səliqəsiz yazır. Ona görə hamısını yaza bilməyəcəm. Bax, oğlan kim? Sual qoyursunuz belə. Sonra park hara olacaq? Corab nə olacaq? Ev hara olacaq? Tural kim olacaq? Gül nə olacaq? Bakı hara olacaq? Bu da belə. Bu da gəlir burada bizim növbəti 4A tapşırığıdır. 4A tapşırığında 50-ci səhifədə, 51-ci səhifədə onun tapşırıqları isə gələn dəfə eləyəcəyik. Kanala abunə olun, izahı bəyənin, paylaşın ki, biz də sizin üçün bu tip izahları yerləşdirək. Əlaqə nömrəm isə 055 280 59 24-dür. Ödənişsiz kitabçanı bu nömrə vasitəsilə bizdən əldə edə bilərsiniz. Sağ olun, salamat qalın.